Bakı, Sumqayıt və Abşeron üçün yeni seismik xəritələr hazırlanır. Bu xəritələrin məqsədi ərazilər üzrə seismik risk səviyyəsini daha da dəqiq müəyyənləşdirmək, xüsusilə sıx məskunlaşan zonalarda tikinti və şəhərsalma qərarlarının elmi əsaslarla verilməsinə imkan yaratmaqdır. Fövqəladə Hallar Nazirinin müavini Adil Abdullayev bildirib ki, tikinti aparılacaq ərazilərin seismik vəziyyəti əvvəlcədən qiymətləndirilməlidir. Respublika Seismoloji Xidmət Mərkəzinin və Yaponiya mütəxəssislərinin iştirakı ilə birgə işlər həyata keçirir və yaxın zamanlarda yekunlaşaraq yeni xəritələr hazırlanacaqdır. Bu xəritələr Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə edəcəkdir. Yeni xəritələr yalnız ehtimal olunan zəlzələ ocaqlarını deyil, həm də ərazinin tikinti üçün nə dərəcədə həssas olduğunu göstərməyə xidmət edəcək. Bu isə gələcəkdə binaların layihələndirilməsi, infrastrukturun planlaşdırılması və riskli zonalarda tikintiyə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır. Respublika Seismoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil, amma hazırki müşahidələrə əsasən ölkə ərazisində dağıdıcı gücə malik zəlzələ gözlənilmir. Hər gün zəlzələ var, heç kim onun qarşısını ala bilməz. O mənada ki, yer daxilində dinamik proseslər davam edir. Qaldı ki, sizin o biri sualınıza ki, Respublika üçün mən onu deyim ki, elə bir ərazi yoxdur ki, orada güclü zəlzələ ehtimalı olsun. Çünki seismiklik fon səviyyəsindədir, xırda təkanlar var, olmalıdır da, bunlar heç bir qorxulu deyil, hiss olunanı da olacaq, yəni o dağıntı gücünə malik olan elə bir zəlzələ gözlənilmir. Mütəxəssislərin fikrincə, xırda yeraltı təkanların qeydə alınması, seismik proseslərin izlənməsi baxımından normal haldır. Əsas məsələ bu məlumatların davamlı təhlil edilməsi, riskli ərazilərin xəritələşdirilməsi və tikinti normalarında həmin göstəricilərin nəzərə alınmasıdır. İslam Əşrəfov, Şəhla Poladova, Ramil İbrahimov, Xəzər xəbər.